Azərbaycanlılarda xəsis yoxdur. Azərbaycanda xəsis də var, qonaqpərvər olmayanı da var və s. Məşhur bir sual var. Hətta dost tanışımız hansısa bir xarici ölkəyə gedib qaydanda ona ilk verdiyimiz sual olur ki, məsəl üçün əgər mənim dostum Fransaya gedibsə, mən ona deyirəm ki, necə idi bu fransızlar? Düşünürəm mən bu sualı bir antropoloqa, etnoqrafa versəm, ən düzgün cavabını da ondan alaram. Əliağa müəllim, necədir bu Azərbaycanlılar? Bizi hansı xüsusiyyətimiz fərqləndirir digər millətlərdən? Buna cavab tapmaq qeyri-mümkündür. Nəinki Azərbaycanlıları, digər xalqlara görə də. Deyirlər ki, fransızlar xəsisdir. Azərbaycanlılarda xəsis yoxdur. Azərbaycanda xəsis də var, qonaqpərvər olmayanı da var və s. Qonaqpərvər deyəndə... Amma adətən bu meyarı çoxluqla ölçürlər də. Yəni, çoxluq deyək ki, qonaqpərvər olanda artıq qonaqpərvər sayılır da. Çoxluğu biz ölçməmişik, təəssüf ki. O çoxluğu ölçmək üçün bizə deyək ki, bu 10 milyon əhali arasında bir sorğu keçirmək lazımdır ki, bilək ki, bu olar belə də. Onda statistika belə olar. Amma indi Jenkinson yazıb ki, mən Şamaxı xanının yanında olmuşdum. O mənə 700 cür yemək verdi. Ona görə Azərbaycanlılar belə qonaqpərvərdir. Şamaxı xanına görə. Şamaxı xanının yox, həqiqətən mən təsadüfi demirəm. Belə yazırlar.